Salam, hər kəs salamlayıram. Axşamınız xeyir. Neçə gündür söz vermişəm ki, çalışım bu Excel əmsal arxivindən necə istifadə etmək lazımdır, onu izah edeyim. Sadəcə imkan olmur, iş güc biraz baş qarışıq olur. İndi belə bir imkan tapdım. İstəyirəm qısa da olsa izah edeyim bu necə istifadə olunur. Deməli, məndə Excel əmsal arxivi bax budur. Görəcəyiniz kimi mən iddia əmsallar ilə yığmışam bu arxivi. İstifadə elədiyim saytda maskolik.com-dur. Burada geniş iddia proqramı var. Mən bu proqram vasitəsilə istənilən oyunu baxıram, əmsallarını görürəm. Sonra həmin bu Excel əmsal arxivində həmin əmsalları taparaq dəqiq, yəni %100 istən yoxdur, heç olmasa 80-90% uyğun təxmin çıxartmaq mümkündür. Bu necə olur? Bu əmsal arxivi budur. Deməli, burada saatlardır, yəni bu qədər də önəmli deyil. Saatlardır, hansı gündə hansı oyun keçirilib, yəni həftənin günləridir, kodlardır, bu liqalardır, komandalardır, hesablardır. Deməli, verilən ilk yarı üçün verilən əmsallardır, oyunun ümumi əmsallarıdır. Bu foralardır, gol, yox gol, 1x, 2x, 1-2, 1-500, 600 birinci hissə, ümumi oyunun 1-500-dür, boşu 3-500 və bu toplam qolların əmsallarıdır. Yəni bunlar bizə əsas lazım olan nədir burada? Boşu, gol, birinci yarı və oyunun əmsalları, ümumi oyunun əmsalları. Əsas lazım olan bunlar. Yəni ikinci dərəcəlidə artıq bizim üçün bu toplam qol sayıdır, 1-500-dür və yaxud və s. Deməli, necə istifadə olunur? Açıq deyək ki, bugün proqramıdır bu. İndi qalan oyunlarda, hansı ki bu oyunların içərisində indi seçəcəyik. Misal üçün, baxıram, Cartier Nancy oyununa, əmsallarına baxıram. 3.20, 2.90, 1.85, birinci hissəsi üçün 3.75, 1.75, 2.60, gol, yox golu 1.70, 1.65, boş menşəsi 1.45, 1.95. Deməli, eyni bu əmsalla açıram Excel'imizi. Görə, yəni bizdə belə bir əmsallı oyunlar varmı, ümumiyyətlə olubmu, olubsa hansı nəticələr qeydə alınıb. Deməli, ev sahibi, deməli tərəflərə 3.20, 1.85 baxırıq ki, koeffisiyent verilib. Yəni burada hal-hazırki vəziyyətdə 3.20 ev sahibinə verilib, 1.85 komandaya verilib. Amma biz ümumi, yəni bu əmsala baxacağıq hal-hazırda. 3.20, 1.85. İlk olaraq tərəflərin əmsallarını seçirik. Filtr, bu filtrdir, yəni izah eləyim, yəni çox adam bəlkə xəbəri yoxdur, filtr nə deməkdir? Filtr bu deməkdir. Açırıq bunu, buranı. Bu bütün əmsallar, yəni bu arxivdə olan əmsallardır. Bunun hamısının qarşısından quşu götürürük, birinci bu hissəni vurmaqla quşu götürürük qarşısından və bizə ancaq lazım olan əmsalların qarşısında quş saxlayırıq. Bizə lazım olan deməli 3.20, 1.85 idi. Deməli seçirik 1.85-in qarşısından quş qoyuruq, bir də 3.20-nin qarşısından quş qoyuruq. Eyni hərəkəti bu digər qonaq komanda üçün edirik. 1.85 əmsalı seçirik, 3.20 əmsalı seçirik və maç sonucu x-i artıq özü set gəldi bura, 2.90-dır bizdə. İlk yarı üçün əmsallarımız necə idi? 3.75, 2.60, 1.75. Eyni hərəkətdə burada edirik. Yəni 1.75-i burada seçsək, digərləri öz gələcək yerinə. Bu da hazır olduqdan sonra baxırıq burada deməli handicap seçirik. 3.40, yəni foranın 3.40 buradan seçsək, digərləri öz yerinə oturur. Seçdik. Gol, yox gol. 1.70-in 1.65-ə buradan eyni hərəkət edirik. 1.70 bizə lazımdır və 1.65 burada öz avtomatik oturur.
Yox qol isə deməli 1.45-in 1.95-ə 1.45-in 1.95-ə onu da seçirik və çıxan oyunlarımız bunlar oldu. 12 oyun çıxdı və bu oyunların əksəriyyəti Argentina, Fransa, İtaliya liqası üçün verilibdi. Deməli bu koeffisient ən çox bu liqalar üçün verilir. Ümumilikdə baxaq görək bu oyunlarda nə nəticə çıxıb. Deməli 12 oyunun gördüyümüz kimi 8 oyununda birinci hissə X bitib. Baxın görürsünüz sizə birinci hissə X bitib 8 oyunda. 12 oyunun 8 oyununda qol nəticəsi qeydə alınıbdı. Və 12 oyunun 9'unda oyun üst hesabı ilə bitib. Bir də baxırıq 12 oyunun 8 oyununda görürük ki birinci hissə X bitib. 12 oyunun 8 oyununda qol nəticəsi qeydə alınıb. 12 oyunun 9 oyununda üst nəticəsi qeydə alınıb. Burada yəni mən deyərdim ki, yəni qalibiyyət, oyun isə bu şeylərdən yəni uzaq olmaq yaxşıdır. Yəni əsas gözə çarpan variantlar burada birinci hissə X, qol və üstü. Baxaq görək Fransada ümumiyyətlə neçə oyun olubdu bu əmsalda. Bəli, 2 oyun çıxdı. Biri Fransa 1-ci liqada, biri Fransa 2-ci liqada. Hər ikisi qol, hər ikisi üst bitib. Fransa 2-ci liqada olan oyun isə XX bitib. Deməli burada mən şəxsən bu oyuna verəcəyim variantlar olardı. Üst, qol, birinci hissə X. Daha çox üst və qol seçimini seçməyiniz məsləhət olardı. Və yaxud da başqa oyuna baxa bilərik burada. Misal üçün bunları qaytarırıq əvvəlki yerinə hamısı. Açıq yenə cədvəlimizə baxırıq, lap gecənin oyunlarına baxaq. Burada mənim diqqətimi cəlb elədim. Meksikada Tijuana ilə Atlas oyunu 2-3-2-70 koeffisient verilir. 2-3-2-70. Açırıq yenə əmsal arxivimizi. Bizə lazımdır 2-2-70 koeffisient. Burada seçirik. 2-2-70. Burada da 2-2-70 seçdik. Burada 3'ü seçirik. İndi ikinci, deməli, ilk yarının əmsallarını seçirik. 2-70, 1-90, 3-20. Burada 1-90 qoysaq, digər əmsallar öz yerinə oturacaq. 3-75, 1-45. 3-75, 1-45 və 1-45 və 1-70, 1-65. Deməli 1-70, 1-65 və görürük ki 7 oyun çıxdı. Deməli 7 oyun çıxdı. Bu 7 oyundan 6'sı qol gəlir. 6'sı üst gəlir. Deməli seçimimiz qol burada da üst olacaq. Yəni Meksikada baxaq görək olubmu? Bu əmsalda oyun olub. Neçə oyun? 1 oyun olubdu. Görürük ki, həm qol, həm üst gəlir. Ona görə rahatlıqla qol və üst variantını yaza bilərsiniz. Məncə yəni burada elə çətin bir şey yoxdur. Biraz videoya diqqətlə baxdıqda ətraflı başa düşə bilərsiniz. Yəni Excel-i anlamayan, Excel-dən anlayışı olmayan adam belə bunu yəni əzbər bacara bilər videodan istifadə eləməklə. Bu qədər. Diqqətinizə görə çox sağ olun.